Xoş gördük, hörmətli ədəbiyyat həvəskarları, bizim izləyicilərimiz. Bugün biz balaca bir süjet çəkmək istəyirik. O da Rus yazısı, həmin kilsən Rus yazısı Vladimir Nabokovun Lolita adında bir romanı olub, onun haqqındadır. Mən Nabokovun bircə hikayəsini oxumuşdum cavanlıqda. Bu yaxınlarda da onun bir əsərini oxudum. O elə diqqətimi cəlb eləməmişdi, amma süjeti belə tipik Rus süjeti idi, duellə əlaqədar idi. Avropada yaşayan iki emigrant bir qadına görə bir-birini duelə çağırırlar. Duel gününü dəqiqə-dəqiqə, saat-saat təsvir edir Nabokov. Bunlar vaxt çatır, səhər saat 4-də hara getməyə minir. Biri tramvayla gedir, biri məndən neylə gedir. Gedirlər duel yerinə, az qalmış əsas qəhrəman qaçır. Qərara gəlir ki, bu dueldə vuruşmasın, qayıdır. Bunun qayıtmağını dramatik bir şəkildə təsvir edir yazıcı. Eyni zamanda həmin o duelin gecəsi ki, bu duel səhərə yaxın olur da. Gecə bunlar bu necə yatıb, nə həyəcanlar keçirib, hamısını geniş verir ki, ona görə də oxucuda belə gəlir ki, bu duel olacaq, dəqiq duel olacaq. Amma bu qəhrəman gəlir laf, o harada ki, bunlar tapanca ilə atmalılar bir-birinə, orada o qaçır. Sonra yazıcı gəlir, bunun qaçmağını da bütün dəqiq detalları ilə göstərir, hara getdi, hara gəldi. Bu hara getsin, axırda qərarı hər kəs gəlsin, həmin qadının, hansı qadına görə ki, bunlar qərarı gəlirlər ki, vuruşsunlar, atışsınlar, duelə çıxsınlar. Gəl gör ki, onu duelə çağırdığı o bir tip də hələ buradadır. Bu bir pritçadır və bu da həm də modernist yazıçının o klassik Rus ədəbiyyatındakı duel epizodlarını ələ salır, onları parodiya kimi Nabokov yazıb. Amma mən onu oxuyanda mənim xoşuma gəldi. Bu insanın qorxaqlığı haqqındadır. Ümumiyyətlə, ədəbiyyatda çox vaxt insanların qəhrəmanlığı haqqında yazıblar. Qədim Yunan dövründən belədir. İliadada, Odisseyada əsas qəhrəmanlar tərəfindən olunur. Burada isə Nabokov insanın zəifliyi haqqında yazır ki, insan əslində qorxaqdır. Yəni, insanda qəhrəmanlıq potensialı adətən yoxdur. Və bu duel ənənəsinin özü də bir zordur. Və Rus ədəbiyyatındakı bu duellər olub, Pushkin orada ölüb və s. və ilə axırı. Nabokov hamısını lağa qoyur. Yəni, bir modernist kimi klassik ədəbiyyatın o qəhrəmanlığa sədaqətini, qəhrəmanlığı yüksəlməsini vurur, gözdən salmağa çalışır. Bu da elə belə mövcud deyil. Çünki qəhrəmanlıq mövzusu müharibə edən insanların hərbi borcu olmağı ilə, ümumi əskəri borc məsələləri ilə bağlıdır. Yəni ki, bu belə deyir. Sonra təsadüfən yenə Nabokov haqqında bir mühazirəyə qulaq assın. Orada Lolita romanı haqqında qəribə sözlər deyir ki, bir Rus yazıcıdır. Sonra oxuyanda gördüm ki, bu elə Rus çapına da şərhləri həmin bu adam yazıb, o mühazirəni yazan adam, mühazirəni ses yazısına mən qulaq asmışam. Başladım Nabokovla daha yaxından maraqlanmağa və sonra da onun romanını oxudum. Gördüm ki, Nabokov Çarskoye Selo'da doğulub. Peterburqun Çarskoyesunda da Rus çarları yaşayırdı, Rusiyanın ən varlı adamları yaşayırdılar. Bunun, Vladimir Nabokov 16 yaşı olanda bunun əmisi
qızıl mədənlərinin sahibidir. Rusiyada ən varlı ailələrdən biri idilər bunlar. Əmsi ölür və bütün vardatını Nabokova vəsiyyətnamə yazır, ona vəsiyyət edir. Ancaq bir ildən sonra oktyabr inqilabı oldu. Nabokov oldu mülkiyyətsiz, filansız bir adam və o Ağ Qvardiya Rusiyanı tərk edəndə o da bu yolla təxminən Türkiyə yolu ilə Qaradəniz vasitəsilə Avropaya çıxıb gedib orada yaşamaq üçün çox kasıb adam olub. Yəni bütün mühacirlər kimi bu da İngilis dilindən, Fransız dilindən dərs deyirdi, pul qazanırdı. Təsəvvürlü bunun taleyini də bir il Nabokov Rusiyanın ən varlı adamı olub. Çünki əmsinin, sənayeçi əmsinin demək bütün vardatı bunun vəsiyyət olunmuşdu, amma bu da bunun əlindən çıxdı. Bu qeyri-adiliklər sonra Nabokovun bütün yaradıcılığında baş verib. Mən Lolita romanını çox diqqətlə oxudum. Bilmirəm niyə belə oldu. Bu yazı ki, bu əsəri Nabokov yazdı, şərhçi yazdı, mühazirəçi. Nabokov bu əsəri yazdı və 3 dəfə bunu yandırmaq istəyib, amma onun arvadı buna imkan verməyib. Nabokov da 25-ci ildə, 90-cı ildə and olmuş gərək ki, 25-ci ildə evlənmişdi, 25-ci ildən bir qadınla. O qadına ölənə qədər o ilə bir yerdə olub. Çox yaxşı qadın olub da, buna kömək eləyib. Rus ədəbiyyatında bu qadınların ədəbiyyata xidmət ənənəsi var. Daha sonra arvadı da Sofiya Andreevnadır gərək ki, bununla əl yazmalarını köçürdürdü filan. Bu da axıra qədər 3 dəfə bunu yandıranda arvadı gedib az qala belə deyir də, o mühasirəçi ki, oradan götürüb. Lolita romanını. Bundan sonra doğrudan mən maraqlandım o bioqrafiyası ilə filanlarla. Əvvəl də bir dəfə oxumuşdum, yenə bir dəfə oxudum. Qəribə adamdır. Bir 9 dənə rusca roman yazıb, 8 dənə də, 7 dənə də, 8 dənə də ingiliscə roman yazıb. 2 dilli olub. Fransız dilində amma gözəl bilir. İndi keçirəm Lolitaya. Çünki bu şərhçi deyir ki, bu əsər dünya ədəbiyyatının nadir əsərini arvadı qolu xilas eləyəndə, o ocaqdan götürəndə bu romanın əl yazmasını deyir ki, bu arvad dünya ədəbiyyatının şahəsərlərindən birini götürdü, xilas elədi filan. Mənə belə maraqlıydı ki, yaxşı bu nə əsərdir ki, bu dünya şahəsərlərindən biri götürüb başını oxumaq. Oxumağa başlayanda Nabokovun öz oraya girişi var. Bu əsəri bu yazıb, haradasa 49-cu ildə, 50-ci ildə belə yazıb, 2 ildə, 51, 52, 53-cü illərdə bunu çap etdirməyə çalışıb. Bunun, bu əsərin demək fabulası biraz belə qəribədir, yüngül desək də, bu bir kişidir. Bu fransızdır özü də. Fransız dili ədəbiyyatı mütəxəssisidir. Gəlib Amerikaya. 52 yaşı var. Bir qadının evində kiraya qalır. Bunun qızından xoşu gəlir. Təsadüfi şeylər də bunda da, Nabokovda da ölümlər, zatlar, bu bədii məntiq çox şərtidir. Biraz modernist ruhludur bunda. O klassik ədəbiyyatın o zərif məntiqini, Tolstoydakı, Çexovdakı məntiqi bu o qədər də qəbul eləmir də. Bunda belə gözlənilməzlik var. Modernizmi ancaq əsas bunda görünür. Amma psixologiyada əlbəttə ki, Rus ədəbiyyatının böyük psixologlarından biri. Qızın da 12 yaş var. Əsərdə belə göstərilir də. Qızın 12 yaş var, bunda belə birdən buna evi kiraya verən qızın anası buna deyir ki, sən gərək mənə evlənəsən, nə edəyəsən? Bunlar elə nə olursa, bir həftənin içində evlənirlər, nə olurlar. Sonra arvad yolu keçəndə maşın vurur, arvad ölür, qız bundan qalır bir. Anası öləndə də qız bu Lolita həmin müqəddəs katolik kilsə məktəbindədir. Amerikada
xüsusi mülkiyyətdə olan katolik məktəblər hətta var. Xüsusi mülkiyyətdə olan Amerika qəribə bir ölkədə. Hə. Qız orada olurmuş da. Bu ölür, bu gedir qızı oradan götürür. Nikahı var da, arvad ölür, bu ev buna qalır. Əsas romanın qəhrəmanıdır. Bir yaxşı da adı var. Hə. Gedir, uşağı götürür. Bunlar bütün Amerikanı gezirlər, nə edirlər. Bir il gezirlər, sonra qız bundan qaçır. Qız qaçır. Bu axtarır, sonra buna məktub yazır, pul lazımdır bu qıza, Lolitaya. Bu atalığına məktub yazır, pul istəyəndə gedir o ilə görüşür, filan eləyir. Axırda da bir dramaturqu öldürür. Bu dramaturq da həmin o qızın oxuduğu orta məktəbdə dram dərnəyinin hamisi olur, öz pyeslərini orada qoydurur. Bu da istəmir ki, qız geçsin Lolita atalıqda. Atalığı istəmir ki, Lolita geçsin məktəbdəki dram dərnəyində olsun. Sonra belə məntiq cəhətdən, yəni ki, klassik məntiqdə tərbiyə olmuş adam sayıram mən özümü. Yəqin Azərbaycan xocalarında çox belədir. Ona uyğun gəlməyən bir şey deyil. Amma bu təhlilçi nə deyir indi görmə əsəri günü? Deyir ki, Roma Katolik kilsəsi bu əsər haqqında xüsusi qərar verib və bunu mühakimə edib. Bunu mühakimə. Bu mənim çox belə Rus demişkən intriqovat edir ki, bu nə əsərdir ki, bu böyük bir kilsə buna reaksiya verir. Sonra oxudum, gördüm ki, bu kilsə ümumiyyətlə o romanda, Nabokov romanında, bu romanın fabulası, bu da ələ salmalıdır, bədii məntiqi ələ salmalıdır. Parodiya eləməkdir bədii məntiqə. Kişinin 52 yaşı var, qızın 12 yaşı var. Fabula bunların məhəbbəti haqqındadır. Amma mən bu əsəri oxudum, sizə deyim ki, burada erotikanın heç bir əlaməti yoxdur. Heç bir əlaməti yoxdur. Bu elə yazır, danışır bunların gezməyindən, gelməyindən, gəlməyindən. Özdəki, qeyd edirəm də, Nabokov özünü modernist sayırdı və o bədii məntiqlə çox belə sərbəst hərəkət edirdi. Necə istəyir hadisələri dəyişdirir, səbəb-nəticə əlaqələrini filan eləmir, heç gözləmir, ya da bilə-bilə onları pozur, oxucuları təəccübləndirmək üçün. Bu əsərdə mən iki şey hiss elədim. Birinci, Nabokovun ümumiyyətlə Amerika həyat tərzinə nifrətini hiss elədim. Bunlar katolikdirlər. Amerikada daha güclü katolik kilsəsində, o qızın o məktəbdə olmağı ilə filanla əlaqədar yerləri, birinci bunun ideyası bu katolik kilsəyə nifrətdir və bunu da yaxşı da ifadə edib. Bunu necə ifadə edib? Məsələn, birinci dəfə bunlar Lolita ilə demək atalıqda Gumbert da adı, atalığının adı Gumbertdir. Cürbəcür variantlarda deyir o adı. Nabokov təhkiyədə. Bu Gumbertlə bunlar birinci gecədə bir yerdə bunlar yatanda, bunlar da əsas materiallərdə olurlar. Yol qıraqlarındakı balaca Amerikaya məxsus bir şeydir də, yol qıraqlarındakı motellərdir. Biz onları belə də gecələmək üçün yerlərdir, bir gecəlik, maşını da saxlayırsan, özün orada qalırsan, filan olursan. Burada bu birinci gecədə məlum olur ki, bu 12 yaşında qız, Lolita, bu heç demək qız uşağı deyir. Bundan əvvəl bu bakirliğini itirib. Sonra bu bir yerdə şey oldu. Roman getdikcə bu xırdalayır, qayıdır bu mövzuya. Məlum olur ki, bu katolik qız məktəbində bunlar olanda, qız məktəbinin müdirəsinin oğlu olub. Bu oğlu bu
Lolita'nın padruqası yoldan çıxardı. Bunlar gedirmişlər, meşədə gezirmişlər, bir yerdə filan vermişlər. Uşaq marağı ilə olub. Yəni əslində Lolita 12 yaşında ya 11 yaşında deyil nə deyil, amma biraz normadan yaxşı inkişaf eləmiş qızı da. O xüsusi bir termin eləyir. Nabokov bir termin tətbiq eləyir ki, yəni bütün 12 yaşında qızlar bunun xoşuna gəlmir, amma bir hissəsi var ki, belə yaşına görə daha inkişaf eləmiş uşaqlar bunun xoşuna gəlir. Bu özü də özünü tənqid eləyir, filan eləyir. Məlum olur ki, bu bakirliyi itirib, özü də katolik qız məktəbində itirib. Anası o qızı onu göndərib ki, bu uşağın yaşının çətin vaxtıdır. Ağılsız hərəkət eləməsin, hissə qapılmasın, gözlənilməyən macəralara düşməsin də bu uşaq Lolita. Gedib orada başına bu iş gəlib. Bəlli gəlir ki, katolik kilsəsi də buna görə bu əsər haqqında xüsusi fitva verib. Katolik ki, bu pis əsərdir, filandır. Ancaq əlbəttə Nabokov əsl modernist idi. Yəni ki, onun heç bir əsərini bir mənalı qəbul etmək mümkündür. O belə də yazmayıb. Yəni onun üçün mənası olardı ki, o katolik kilsəsinin əleyhinə bir əsər yazıydı və onu öz yazıcı məninə yaraşdırmazdı. Yəni belə bir şeyi o eləməzdi. Hərçənd ki, bu romanın da maraqlı bir çap tarixçəsi var. Biraz sistemli danışmıram. Demək, bu əsər hazır olandan sonra bu Amerikada bütün jurnallara bunu göndərib. Heç bir jurnal bunu çap eləməyib Amerikada. Bu 49, 50, 51, 52-ci illərdir də. Heç kəs bunu çap eləməyib, çünki əvvəlan süjet kişi ilə filan arasında, ancaq ki, bu süjetin belinə baxmayaraq orada bir dənə erotik səhnə yoxdur. Bir dənə də erotik səhnə yoxdur. Belə danışır özü üçün filan deyir. Mən bu əsəri oxudum, indi mən ədəbiyyatçıyam da, biraz da tənqidçi sayıram özümü. Yəni ədəbiyyatı qiymətləndirmək işi ilə məşğul olmuş adam sayıram özümü. Bu əsər gəlir, axırda bunu göndərib Parisə. Parisdə bir erotik ədəbiyyat çap edən nəşriyyat olur. 2 ildən sonra bu erotik ədəbiyyat çap edən nəşriyyat bunu çap eləyir. Parisdə birinci dəfə çıxır. Yəni ki, sonra amma mən bilirəm də, bizdə elə yazıçılar vardı ki, skandaldan olurdu. Mən ədəbiyyat qəzetində işləmişəm və üzdə olan yazıçıların hamısının müvəffəqiyyətinin dalında gördüm ki, bir skandal olmamış. Hüseynov deyir ki, bunu tənqid ediblər ki, sən niyə atom haqqında yazırsan və yaxud da ki, o kolxozçu qızlar haqqında ne yazıb, sərt tənqidlərə məruz qalıb. İlyas Əfəndiyev də o cür. Sorular gəlir. Anarın o ağlimanı böyük skandal yaratdı. Hərçənd ki, anar sonra da elə bir ciddi əsər ortaya qoya bilmədi, heç qoymayıb da. Amma o skandal yazıçıların bioqrafiyasında böyük rol oynayır. Belə bilirim ki, bu bizə, ancaq bizim ədəbi mühitimizə məxsus bir hadisədir. Amma belə də öyle görünür. İctimai rəy çox qəribə bir hadisədir. Onun idarə olunması, onun mərkəzinə gəlmək, bu özünə məxsus bir hadisədir. Amma bu Amerikada da olub da. Bu əsərin birinci bunu eləyən, onun anotasiyasında yazırlar ki, bu 52 yaşında kişidir, bir maşındır, köhnə maşındır, o qızın anasının maşınıdır. 12 yaşında qızdır, bunlar bütün Amerikanı gezirlər, bir yerdə qalmırlar ki, heç kəs bunlardan şübhələnməsin. Hər yerdə də Gumbert deyir ki, bu mənim qızımdır.
bu əsəri mən oxuduqca qəribə şeylər müşahidə edirdim. Əvvəl oxudum, sonra getdikcə təsiri müəyyən şeylər yadımdan çıxmırdı. Hərçənd ki, yaddaşımın ən iti vaxtı da dövründü, yadımdan çıxmırdı. Bunlardan biri Katolik kilsə əleyhinə, ikincisi, yəni burada bir pamflet xarakteri də var romanın. Neyinsə əleyhinə olmalı. Bu Katolik kilsənin, ümumiyyətlə Amerika cəmiyyətinin əleyhinədir. Yəni o orada yaşayıb, amma onları qəbul eləmirdi də. Yəqin Nabokov özü pravoslav idi. Pravoslav idi. İndi katoliklərin ayrı qaydaları var, filanlar var. Amma bu Amerikanın tədris sistemi, məktəb, qızın məktəbi ilə əlaqədar. Romandakı materialın böyük, az qala yarısı qızın tədris işləri ilə əlaqədardır. Bu da nəyə görədir? Nabokovun Amerika tədris sisteminə mənfi münasibəti var idi. Bu casını şeylərə, xüsusi mülkiyyətə əsaslanırdı, ilaxır və s. Amma bu göstərir ki, bu özlərini çox qabaqcıl göstərən bu Amerika təhsil sisteminin arxasında çox pis şeylər də durur. Tərbiyə sisteminə, tərbiyə nəzəriyyəsinə zidd olan şeylər də durur və Nabokov bunları yazır. Amma romanı bitirəndən sonra get-gedə mənim yadıma düşürdü. Məsələn, bunun təhkiyə ustalığını. Amma bu ustalıq da bir modernist yazıçının eksperimentidir. Eksperimental bir təhkiyedir. Məsələn, əsərdə təhkiyə gedir həmin Gumbertin adından. Bu 52 yaşında Fransız ədəbiyyatı mütəxəssisidir, müəllimdir. Bu hərdən öz adından danışır. Ədəbiyyat müəllimi kimi danışır ki, nə bilim, mən burada dərs edim, burada dərs deyirəm, orada belə eləyirəm, filan eləyirəm. Bir görürsən ki, həmin o Nabokovun birinci şəxsin ceynin içində bu özü-özünü tənqid etməyə başlayır. Özü-özünə ki, Gumbert bəs belə, mən utanırdım, mən eləyirdim, belə özü də xəcalət çəkir, amma deyirəm, mən neynim özümlə bacarmıram, mən belədir də, mən bu cür cavan qızları xoşlayıram. Bu ikinci bir qatdır. Üçüncü qatda görürdün ki, deyir ki, Qaspada prisyajnıya filan, yenə də özünə tənqidi münasibət bəsləyir. Təhkiyənin yeni bir qatı əmələ gəlir. Hamısında birinci şəxs, bu Gumbert özüdür. Burada Nabokov özünü məhkəmədə təsvir edir, özü-özünü məhkəmə edir. Dördüncü qatda görürsən ki, bu yaş senzi haqqında qız uşaqlarının ərə getməsi ilə əlaqədar, ərə verilməsi ilə əlaqədar yaş senzi haqqında, dünya ədəbiyyatında, tarixdə nə var, hamısını orada nəql edir. Belə şey kimi eləmir, yazır ki, İslamda 9 yaşdır, Xristianlıqda da hardasa tapıb, hardasa var ki, qızın 12 yaşı oldu, ona ərə vermiyorlar. Görünür, bu İslamla Katolik kilsəsini bir müstəviyə qoyur Nabokov. Ona bilinir ki, ümumiyyətlə bu roman pamfletdir. Bu pamfletin birinci şeyi, əlbəttə, klasik romançılığa pamfletdir. Hər şey qat-qatdır da burada. Klasik romançılıq pamfletdir. Sonra gəlir erotik ədəbiyyata pamfletdir. Çünki burada erotika da yoxdur. Amma formallar erotikanın siyahısında gedir. O biri tərəfdən də bütün Amerika cəmiyyətini ifşa eləyir, heç nəyi qəbul eləmir. Çox Amerika cəmiyyətinə çox tənqidi yanaşır. Hərçənd ki, müharibə vaxtı orada o qaçıb getmişdi ora hərbi əməliyyatlardan. Bu cür xüsusilə bunun təhkiyəsi çox mərtəbədir. Biz birlikdə, məsələn, Azərbaycan birinci şəxsdə
var, İlyas Əfəndiyevin romanları var. Sonra ki, Əkrəmdə var, çoxdur bizdə birinci şəxsdən proza təhkiyəsi aparanlar. Əli Vəliyevin var əsəri, öz bioqrafiyasını təsvirləyən əsəri var. Bizdə adətən o təhkiyəçi bir adamdır və sentimental adam. Burada Nabokov bir təhkiyəçidə 6-7 qat göstərir. Birində göstərir ki, eyni Nabokov. Birində göstərir ki, bu şeydir, qısqancdır. Öz qısqanc Gumberti göstərir. Gumber. Hər dəfə bir təhkiyənin bir qatı da bunun özünün özünə ironiyasıdır. Özü-özünə ələ salır, Gumbert sən beləsən, sən eləsən, sən fələsən. Özü haqqında hər şey deyir. Bu uşaqların, qadınların yaş sensi haqqında ən antik dövrdən tutmuş sonraki vaxta qədər deyir və məlum olur ki, bu heç, yəni bunun hərəkətlərində bir əslində qeyri-adi bir şey yoxdur. Bu bunun əsas məqsədi deyil. Bunu göstərmək Nabokovun əsas məqsədi deyil. Amma maraqlı olan odur ki, burada birinci şəxsdən adından aparılan təhkiyədə Nabokov 6-7 qat yaradır. Gah özünü məhkəmədə hiss edir, gah öz-özünü tənqid eləyir və hər dəfə başlayanda yeni şeylər tapır. Bir də ki, Fransız ədəbiyyatı mütəxəssisi kimi danışır. Yəni, əsərin ayrı-ayrı fəsillərində, hissələrində, özdəki fəsillərdə bir məntiq filan da yoxdur. Çox sərbəst şəkildə olur. Bu da göstərir ki, əlbəttə ki, Lolita romanı bir eksperimental romandır. O romançılığı burada ələ salır. Getdikcə mən bu əsər haqqında fikirləşdikcə bir neçə gün belə bunun təsirində mən oldum. Yadıma salım, çünki çox diqqətlə oxudum. Mən heç yadıma gəlmir ki, mən o cür diqqətlə bir roman oxumuşam. Çünki bu deyil, dünya ədəbiyyatının böyük nümunələrindən biri. Mən bunu tapmaq istəyirdim də. Diqqətlə oxuyordum ki, tapım ki, bu dünya ədəbiyyatının nadir nümunəsidir. Nəyə görə də, bunu tapmaq istəyirdim. Amma mən burada tamam başqa şeylər tapdım. Məsələn, birinci şey tapdım ki, bəli, Nabokovun əsəri klassik romançılığa parodiyadır. Birinci onun klassik romançılığın o ciddi bədii məntiqinə, Tolstoydakı, Turgenevdəki məntiqə parodiyadır. Onu lağa qoyur ki, yəni ki, bu tənqidsiz, bu məntiqsiz də olar. İndi kimlərsə yazırlar ki, güya riyazi məntiq var. Bədii məntiqdə hər şey var da. Antik dövrdən ədəbiyyatı, mifdən, əfsanədən bugünkü dövrə qədər ədəbiyyatı izləyəndə nə məntiq istəsəz orada var, nə məntiq istəsəz var. Hər cür məntiq var, məntiqsizlik də var. Məntiqi inkar eləmək də var. Oxuduqca mən gördüm ki, təhkiyədə bu bir neçə qat yaradır. Və sonra başa düşdüm ki, burada əslində bu klassik romana bir parodiya kimi yazıb bu əsəri. Bunu göstərən digər əlamətlərdən biri. Mən bunu oxuyuram, bunun müşahidələrinə baxım, detallarına. Yəni ki, mən özüm də bir-iki roman yazmışam indi bikarçılıqdan. Roman yaradıcının çətinliyi süjetdir. Roman yaradıcının çətinliyi onun detallarla doldurmaqdır. Dəqiq. Nə qədər dəqiq olsa, proza o qədər qiymətli sayılır. Mən də elə başa düşürəm. Avropada da belədir. Yəni ki, sözlə həyatı o qədər inandırıcı göstərməlisən ki, bu şey olsun. Amma biz bunda nə görürük? Bu hələ hara gedir, deyir ki, saxlayır o motelin qabağında, deyir ki, getdim Lolita üçün yol bələdçisi kitabı aldım. Başqa yerdə deyir ki, filan kəsin yol bələdçisi kitabında filan şəkillər var. Sonra deyir ki, filan kəsin deyir yol bələdçisi kitabı filan kitabxanadan mən vaxtı görmüşdüm. Orada 3 ciliddir filandadır. Burada mən bunun
detallarına baxıram. Yol gedir, təsvir edir. Çünki bunun detallarının 98% rənglərlə əlaqədir. Rənglər də yarısı poetizmdir. Rənglərin. Qalan da görürəm ki, belə nə qədər tutmağa çalışıram ki, görürüm bu heç dəqiqlik filanla oxucusunu özünə cəlb eləməyi filan istəmir. Hələ ki, axırı mən böyük bir şey tapdım. Gördüm ki, Nabokov heç o maşında bütün Amerikanı gezməyib. Baxı, bu film Lolita əsəri 2 dəfə səhnələşdirilib. Bir dəfə 52-ci, 53-cü ildə, bir dəfə də sonralar 79-cu ildə ha vaxt Amerikada onun şeyi var. 2 film variantı var da. Bütün filmdə bir maşındır, maşında gedirlər. Bütün film bu inandı, uşaqdır, bunlardır, buradan oraya gedirlər, uşaq xəstələnir, məndən nə olur. Sonra mən gördüm ki, bunun bütün detalları yol bələdçiliyi kitablarından götürülüb. Oradakı şəkillərin əsasında bu bədii detallar düzəldi. Əslində bu Amerikanı gezməyib, yolların kənarındakı o müşahidə heç birini görməyib. Bu öz kitab sevən adamdır, biraz akademik adam idi. Biraz da pedagogluğu olub rəhmətliyin. Deyirlər ki, o kəpənəklər üzrə mütəxəssisdir. Kəpənəklər xüsusi bir elmdir. Bu ingilislərə məxsus elmdir. Onlar cücülər, otlar, həşəratları təsnif eləmək, toplamaq, tədqiq eləməkdə ustadlar. Bu da hər yay bu işlə məşğul olurdu. Yəni, bunun da öz xüsusi göz yaddaşı olub. Ona görə də bunun detallarının hamısı şeydir. Mən gördüm ki, bu romanın parodiya olmağının bir qatı da bunun bədii detallarındadır. Bu detalların heç birini görməyib. Bu ancaq şəkillərin əsasında yol bələdçisi kitablarındakı şəkillərin əsasında bu roman detalları düzəldi. Romanda çıxıb, Fransada çıxıb, bütün bunun əleyhinə Roma kilsəsi deyib, tənqid deyiliblər. Graham Greene adında bir yazıcı olub, İngilis dilli yazıcı, o yeganə bunu müdafiə edib, deyirlər ki, ictimai rəyi döndərməkdə filan da. Amma romanın mahiyyəti üzrə oxuyub görürəm ki, bu klassik romansılığı ələ salan, bu klassik romansılığa parodiya olan bir əsərdir. Bunun detallarının bir dənə iyi yoxdur orada. Hamısı da rənglərdir. Rənglərə də baxın, nə qədər diqqət edirəm, mən bunun rənglərini tuta bilmirəm. Hamısında yazır ki, dumanlı, tumanlı. Əşi, bu tumanla nə qədər olar, neçə dəfə olar, qeydə olar. Dağları, yolları təsvir edir, filan edir. Mən heç birində onları tuta bilmədim. Əvvəl fikirləşdim ki, yəqin mən rusca bilmirəm də. O deyim ki, bu roman o qədər səs-küy salıb ki, Nabokov özü onu 59-cu ildə tərcümə edib. Rus dilində çıxıb. O da deyəsən Fransada çıxıb, ya Amerikada çıxıb. Rus dilinə, özü ingilis dilinə. Yəni bu romanı Nabokov özü ingilis dilində yazıb, amma Rus dilində çıxıb. Əvvəl bilirdim ki, mən bu Rus dilini pis bilirəm. Sonra gördüm ki, yox, bu bir parodiyadır. Mən bu müşahidələrimlə istədim ki, oxucularla bölüşəm ki, bu dünya ədəbiyyatı, bu nümunəsi necə bir parodiyadır və əslində heç ciddi bir əsər də deyil. Belə şərti ciddi bir əsərdir, amma paradoksundadır ki, bu qədər uğur qazanıb, məşhurlaşıb, bu qədər bunun pərəstişkarı və davamçısı var. Hələ ədəbiyyatın gözlənilirlikdə də budur. Bu əsərdə deyir ki, искусство как образ жизни, demir tворчество, hələ belə deyir. İskусство как obraz жизни. Bax, bu Nabokovda ən qiymətli şeydir. O bu ilə yaşayır. Yəni, əmsindən qalan qızılları itirəndən sonra o həyatın varını, dövlətini, hər şeyini bunda tapdı. Əziz dinləyicilər, indi biraz atda-butda danışdım, amma mənə elə gəlir ki, neysə deyə bildim. Bununla bugünkü söhbətimizi qutarırıq. Kimin vaxtı olsa Lolitanı oxusun, amma bilin ki, burada erotikadan heç bir əlamət yoxdur.
və eksperimental parodik bir əsərdir. Klassik əsər, klassik şey. Bu, yəni bir modernistin klassik romançılığa parodiyasıdır. Çox sağ olun, diqqətinizə görə. Gələn görüşlərə dək.